Hörmətli izləyicilərim, bu günlər sizlərə təcili satılan 3 otaqlı, kubcalı mənzil çəkib göstərəcəm. Mənzilimiz yerləşir bu gördüyünüz kompleksdə, Masazırın girişində və əsas yolun kənarında. Çək göstər zəhmət olmasa. Və kompleksin deməli, yeraltı, yerüstü parkovkası, geniş həyəti var və uşaqlar üçün əyləncə parkı da mövcuddur. Binamız 7/24 mühafizəçisinə kimi mövcuddur. Keçək mənzilimizin içərisinə doğru. Gördün də gözəl qardaşım, mənzilimiz kompleks harada yerləşir? Əsas yolun, prospekt yolunun üzərində yerləşir. Masazırın girişində. Çıxdın evdən 15 dəqiqə 20 yanvardasan. Yerləşmə yeri idealdır. Körpü bina tikintiyə məxsus binadır. 3 otağa düzəlmə, kubcalı, çıxarışlı, tam dolu əşyalı mənzildir. Təqdimata başladıq evimizin qonaq otağından. Əşyaları da nə görürsünüzsə qalmaq şərti ilə satılır. Ev sahibi deyir ki, yəni evdən bir dənə də artıq bir şey götürməyəcəm. Nə görürsünüzsə qalacaq. Keçək evimizin ilk öncə giriş hissəsi ilə sizləri tanış edeyim. Baxın, evimizə seyf qapı quraşdırılıb, keyfiyyətli. Girişdə solda yerləşir hamamı, sanuzeli və aksesuarları quraşdırılıb. Bugünkü gündə alıb rahatlıqla 450-500 manata kirayə də verə bilərik. Burada yerləşir evimizin yataq otağı. Baxın, yataq dəstini görürsünüz, televizoru, kombin radiatorları hər bir ev sahibi tərəfindən quraşdırılıb və qalacaq. Qiymət də nəzərdə çatdırım ki, çox münasib qiymətlə ev sahibinə təcili pul lazım olduğu üçün münasib qiymətlə satışa çıxarılıb. Bugünkü gündə bu qiymətə bazarda belə bir mənzil yoxdur. Gəl zəhmət olmasa, qonaq otağını gördünüz, kondisionerdir, televizordur, divandır, lüstur, hər biri hazır vəziyyətdədir. Mətbəxə keçdikdə isə mətbəxi görürsünüz, işıqlı və full təmirlidir. Deməli, mətbəx mebelidir, sonra soyuducusu, paltar yuyanı, nə görürsünüzsə hər biri qalacaq. Pəncərəsi də binanın həyətinə baxır. Onu da nəzərdə çatdırım. Bu hissədə yerləşir evimizin kombisi. Hörmətli izləyicilərim, fikə qayda zəhmət olmasa qonaq otağına doğru. Evimizin qiyməti təyin olunub 108.000 manata, ev sahibinin qoyduğu qiymətdir. Yenə də gələrsən danışıq aşağı qiymətindən alacağıq. Hələlik bu qədər, izləmədə qalın.